Əgər xoşbəxtliyin qoxusu olsaydı, məhz bu olardı. Bu çörəkdə nə var? Süd var, sevgi var və biraz da aludəçilik. Gəlin birlikdə süd çörəyi bişirək. 200 milli ilıq südə 1 çay qaşığı maya, 1 ədəd yumurta, 1 paket vanil, 1 çay qaşığı sarı kök, ədviyyatlar. Zirə, cirə, razyana, 150 qram əridilmiş kərə yağı, 150 qram şəkər tozu töküb yaxşıca qarışdırırıq. Daha sonra az-az un əlavə edirik, həll edirik. Qatılaşdıqdan sonra əlimizlə xəmiri yoğururuq. Yoğurarkən 150 milli duru yağ əlavə edirik, yoğururuq. Budur, gözəl xəmirimiz alındı. Xəmir 1 saat özünə gəlir. Xəmirimiz özünə gəldi. Başlayaq yaymağa. Yaydıqdan sonra üzərini yumurtalayırıq. Mən yumurtaya 1 çay qaşığı bəkməz də əlavə edirəm. İndi isə üzərinə küncüt səpirik və naxışlamağa başlayırıq. Bax belə. Getdik bişməyə. Budur, süd çörəyimiz hazırdır. Bəh, bəh, bəh. Çox gözəl qoxusu var. Siz də sınayın. Növbəti videolarda görüşənədək abunə olun ki, xəbəriniz olsun. Fikir bildirməyi unutmayın. Hələlik.